Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki reseptim az ərzaqla möhtəşəm ləzzətli dondurma reseptidir. Sizi çox intizarda saxlamadan keçək reseptin hazırlanmasına. Qazana 6 ədəd yumurta sarısı, ümumilikdə reseptdə 250 qram şəkər tozu istifadə edəcəm. Həmin şəkər tozundan 1 xörək qaşığı yumurtaların üzərinə əlavə edirəm. Mən dondurmanı kakaolu edəcəyim üçün 1 xörək qaşığı da kakao əlavə edirəm. Bütün ərzaqları qarışdırıb 1 litr süd əlavə edirəm. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Daha sonra qazanı ocağa yerləşdirib qaynatmama şərti ilə bişirirəm. Qeyd edim ki, bu prosesin sonuna qədər əlimi dayandırmadan qarışdıraraq bişirirəm. Hazır olmasını qaşıqla yoxlayıram. Əgər qaşıqdan tam axmırsa və barmağımla çəkdiyim xətt birləşmirsə, deməli tam hazırdır. Ocaqdan götürüb süzgəcdən keçirdirəm. Bu prosesi qarantiyə üçün edirəm, ancaq siz etməyə də bilərsiniz. Və daha sonra üzərinə 2 bağlama şəkərli vanil əlavə edib qarışdırıram. Soyuducuya yerləşdirib soymasını gözləyirəm. Bu sırada 6 ədəd yumurta ağının üzərinə 1 çimdik duz və qalan şəkər tozunu əlavə edib qarışdırıram. Və daha sonra qabı içində su ilə qaynayan qazanın üzərinə yerləşdirirəm. Qeyd edim ki, qab su ilə təmas etməməlidir. Təxminən 7-8 dəqiqə əlimi dayandırmadan qarışdırıram. İçərisində şəkərin əriyib əriməməyin barmağımla yoxlayıram. Şəkər tam əriyibsə, deməli hazırdır. Daha sonra yumurta ağını mikserin yüksək sürəti ilə ağarıb bezi halına gələnə qədər çalıram. Elə çalınmalıdır ki, qabı tərs çevirdiyimiz zaman axmamalıdır. Soyuyan kakaolu kütlənin üzərinə yumurta ağından az-az əlavə edib qarışdırıram. Hazır olan kütləni qaba əlavə edib, üzərini streçləyib bir gecə buzluğa yerləşdirirəm. Məndə ümumi olaraq 2 qab alındı. Bir qabın içərisinə şokolad qırıntısı əlavə etdim. Bir gecə donması üçün buzluğa yerləşdirdim. Kakaolu, şokoladlı dondurmam hazırdır. İlk öncə dondurma qaşığımı isti suya bulayıb, daha sonra dondurmanı servis edirəm. Sözün əsl mənasında evdə asanlıqla çox ləzzətli dondurma hazırlamaq mümkündür. Qeyd edim ki, nə yumurtanın qoxusu, nə də dadı gəlmir. Ancaq onu da nəzərinizə çatdırım ki, yağlı dondurma deyil, lakin çox ləzzətlidir. Yağlı dondurma sevmirsinizsə, mütləq sınamağınızı tövsiyə edirəm. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərhdə mənimlə bölüşməyi unutmayın. Kanalıma abunə deyilsinizsə, mütləq abunə olmağı, əgər videolarımı bəyənirsinizsə, yaxınlarınızla bölüşməyi unutmayın.